Dostlar, hamınıza xoş gördük. Bugün sizinlə birlikdə 4-cü sinif Azərbaycan dili dərsindən səhifə 13, 14, 15, 16, 17 və 18-də olan tapşırıqları həll edəcəyik. Başlamazdan öncə kanalıma abunə olmağı və like atmağı unutmayın. Gəlin başlayaq. Dil qaydaları 4 tapşırığında deyir ki, nöqtələrin yerinə uyğun hərfi yazaraq cümlələri köçürün. Usta, ağacı, 8, topuz, tüfəngi, əlbəttə, əhəng, qanadı yazırıq, saqqız, kitabı, çörəki, toqa, Bunlar bilməliyik ki, yoxsa y. Dilimizdə bəzi sözlər y, bəziləri isə qoşa y ilə yazılır. Belə sözlərin yazılışına diqqət etmək lazımdır. Məsələn, tək y ilə yazılan tərbiyə, tövsiyə, 2 ilə yazılan hədiyyə, ədəbiyyat. Cümlələrdə fərqləndirilmiş sözlərin bəziləri səhv yazılmışdır. Onların düzgün yazılışını lüğət vasitəsilə dəqiqləşdirərək cümlələri köçürün. Bir Hacı Zeynalabdin Tağıyev böyük xeyriyyətçi, görkəmli şəxsiyyət olmuşdur. Deməli, burada fərqləndirilmiş nədir? Burada fərqləndirilmiş söz xeyriyyətçi, bir də xeyriyyətlidir, şəxsiyyətidir. Deməli, belə yazırıq. Hacı Zeynalabdin Tağıyev böyük xeyriyyətçi, 2 dənə y, görkəmli şəxsiyyəti olmuşdur. 2. Xəlil öz təxəyyülünə uyğun maraqlı hekayə yazdı. 2 dənə y olmalıdır. 3. Məktəbimiz ehtiyacı, 2 dənə y yox, ehtiyacı olan insanlara himayədarlıq edir. 4. Səidə gözəl qabiliyyətinə görə hamıdan seçilirdi. Bunları bilməliyik. N yoxsa m? Söz ortasında səslənən m samiti bəzən m, bəzən də n kimi yazır. Doğru şənbə, yanlış şənbə, doğru zəmbil, yanlış zəmbil, doğru kombayn, yanlış konbayn, doğru lampa, yanlış lampa. Lüğəti istifadə etməklə nöqtələrin yerinə uyğun hərfi yazaraq sözləri köçürün. 1. İlaxır çərşən. Burada yazmalıyıq nə? İlaxır çərşənbə. 2. Tənbəl. Tənbəl yox. Tənbəl. Tənbəl yox. 3. Birincidə nə oldu? Birincidə n, çərşənbə, ikincidə tənbəl, üçüncüdə birdən yaxınlıqda bomba, dördüncüdə hambal. Hansı üstündə sözlər səhv yazılıb? Hansı üstündə? 1. Dinməz, sümbül, mənbə. Səyyah, cəmiyyət, təyyarə, ehtiyat, keyfiyyət, haşiyə, pamıq, kommunat, tramvay. Deməli, hansıdır? Ehtiyat, keyfiyyət, haşiyə. Bunlar. Keçək səhifə 14-də. İkinci fəslimizin adı özünə inan. Biraz tapşırığında deyir ki, şəkillərə baxın, oxuduğunuz mətnləri xatırlayın. Bu mətnlərdə baş qəhrəmanın uğur qazanmasının səbəbi nə idi? İkisi də əzmkar idi, ikisi də özlərinə inanırdı, ikisi də iradəli idi. Xoşbəxtlik nədir? Dərsin başlamasına az qalırdı. Uşaqlar dəhlizdə elan lövhəsinin qarşısına toplaşmışdılar. Ramin onları görüb oraya yaxınlaşdı. Qızğın söhbət gedirdi. O lövhədəki elanı oxumağa başladı. Elan 16 mart 2023 tarixində məktəblərarası bilik yarışmasının final mərhələsi keçiriləcək. Komanda heyəti müəyyən etmək üçün yarış iştirakçıları məktəbin akt zalına dəvət olunur. Görüş 7 mart saat 11:00-da keçiriləcək. Məktəb rəhbərliyi.
Məktəbin komandası final mərhələsinə kimi gəlib çatmışdı. Ramin də bu bilik yarışmasının bütün mərhələlərində iştirak etmişdi. Deyilənə görə bu yarış televiziya ilə birbaşa yayımlanacaqdı. Məktəbdə yarışa ciddi hazırlıq gedirdi. Məktəbin direktoru və müəllimlər neçə gün idi ki, komandanın tərkibini müəyyənləşdirir, hər bir iştirakçının imkanlarını müzakirə edirdilər. 2 gün sonra məktəbin akt zalında komandanın tərkibi elan edildi. Yarışmanın ən fəal üzvlərindən olan Nahid komandanın kapitanı seçildi. Komanda heyətində öz adını eşidən Ramil çox sevindi. Sinif yoldaşları onun başına toplaşdılar. Ramil, bizim sinifdən təkcə sənsən ha, sinifimizin adını uzatmalısan. Nəhayət gözlənilən gün gəlib çatdı. Yarışa başlamasına dəqiqələr qalırdı, amma Nahid hələ gəlib çatmamışdı. Hamı nigaran idi. Elə bu zaman Əli müəllimin telefonunu zəng çaldı. Zəng edən Nahidin anası idi. O dedi ki, Nahidin qızdırması qalxıb, həkim onun evdən çıxmasına icazə vermir. Bu xəbər komanda heyətini çox məyus etdi. Hamı çaşqınlıq içində idi. Əli müəllim uşaqlara müraciət etdi. Uşaqlar, bilirsiniz ki, komandanı idarə etmək asan deyil. Kim bu işi öhdəsinə götürər? Ortaya sükut çökdü. Hamı tərəddüd içində idi. Nəhayət Əli müəllim dedi: Təklif edirəm, kapitan Ramil olsun. Mən həyəcandan Ramilin səsi qırıldı. Əli müəllim əlini ona çiyninə qoydu. Narahat olma, əminəm ki, öhdəsindən gələcəksən, səni uğurlar. Yarış çox gərgin keçirdi. Hər bir komanda irəli çıxamırdı. Heç bir komanda irəli çıxamırdı. Komandaların xalları bərabərləşmişdi. İndi hər şey sonuncu sualdan asılı idi. Hamı nəfəs çəkməkdə intizarla gözləyirdi. Nəhayət səhnəyə 3 qutu gətirildi. Aparıcı bilirdi ki, qutuların hər birində bir top var. Amma bu toplar müxtəlif rəngdədir. Qırmızı, göy və yaşıl. Sonra aparıcı qutuları iştirakçılar göstərdi. Birinci qutu qırmızı, ikinci qutu yaşıl, üçüncü qutu isə yarı qırmızı, yarı göy rəngdə idi. Aparıcı sualı səsləndirdi. Qutuların rəngləri içindəki topların rənglərinə uyğun deyil. İndi deyin görüm hansı top hansı qutudadır? Raminin ürəyi sürətlə döyündü. Onun barmağı cavab hazırdır düyməsində idi. Ancaq düyməni basmağa ürəyi eləmirdi. Nəhayət o həyəcanı boğa düyməni bastı. Aparıcı sözü Raminə verdi. Bir anda hamının nəzərləri ona zilləndi. Ramin aydın səslə aramla sualın cavabını izah etdi. İki rəngli qutudakı yaşıl topdur. Qırmızı qutudakı göy, yaşıl qutudakı isə qırmızı topdur. Aparıcının bu düzgün cavablı sözləri səslənər-səslənməz alqış sədaları zalı bürüdü. Azarkeşlər əl çalır, Ramin, afərin deyə qışqırırdılar. Aparıcı Raminə yaxınlaşaraq mikrofonu ona tərəf tutdu. Həlledici xal komandayı siz qazandırdınız. Tamaşaçılarımıza nə deyə bilərsiniz? Mən çox xoşbəxtəm, Reyhan Yusif qızım. Nə anladım? B. Mətnə aid suallara cavab verin. 1. Məktəbdəki görüşün məqsədi nə idi? Məktəblər arası yarış keçirmək. 2. Kimi komandanın kapitanı seçdilər? Nahidi. 3. Komanda heyəti hansı problemlə qarşılaşdı? Nahid qızdırması qalxmışdı, gələ bilməyəcəkdi. 4. Ramin hansı suala cavab verməklə komandaya qələbə qazandırdı? O axırıncı həlledici suala cavab vermək də komandaya qələbə qazandırdı. Söz ehtiyatı. Söz bağçasından fərqləndirilmiş sözlərə uyğun yaxın mənalı sözləri seçin. Bir olimpiyadada iştirak edəcək komandanın tərkibi müəyyənləşdi. Yəni, baxaq. Tərkibinin yerinə nə ola bilər? Baxaq. Heyəti müəyyənləşdi. Deməli, burada olmalıdır heyətim. 2. Olimpiyasiya sıldırım qaya qalxarkən çətin anlar yaşadı. 3. Ana əskər oğluna görə narahat, burada nigaran. 4. Babam doğma yurda qayıdacağı günü həsrətlə gözləyirdi, intizarla, çətin, gərgin.
C. Hansı cümlələrdə xal və düymə sözləri mətndəki mənasında işlənmişdir? A. Kəpənəyin qanadında böyük qara xal var idi. B. Günəşimiz növbəti fəndi ilə 2 xal qazandı. B. Mətndəki mənasındadır. Klaviaturanın düymələri ilə müxtəlif əməliyyatlar yerinə yetirmək olur. B. Dərzi paltoya 2 iri, 2 parlaq düymə tikdi. Bu A-dır. Keçək 17-yə düşün və cavab ver. 2 tapşırığında deyir ki, Raminin cavabının doğruluğunu əsaslandırın. Aha, buna cavab verərsiniz ki, yəni həqiqətən onun cavabı niyə belə idi? Yəni niyə də bu doğru idi? Aha, sizcə Raminin özünü xoşbəxt hiss etməsində səbəb nə idi? Fikrinizi əsaslandırın. Çünki o həlledici xalı o qazandırmışdı, öz sinifini o təmsil edirdi, ucaltdı. C. Mətnin əsas hissələrini adlandırın. Hər bir hissə üzrə plan tərtib edin. Aha, hissələrini adlandırarsınız, planı tərtib eləyərsiniz. Məşhur riyaziyyatçı mətnini dinləyin, götürdüyünüz qeydlər və şəkillər əsasında mətni nəql edin. Aha, birinci şəklə baxaq. Şəkildə nə var? Burada bir dənə uşaqdır. Kördür. Dostları onu məktəbə aparır. Burada da anası ona kitab oxuyur. Və bu da gələcəkdə məşhur bir riyaziyyatçı olur. Məşhur riyaziyyatçı mətninə istinad edərək aşağıdakı fikirləri əsaslandırın. Pantreygen alim olanda çox gənc idi. 27 yaşındaydı. Bu gənc də sayıla bilər. Çünki alim 27 yaşında gənc. Yəni alim bir 27 yaşında çox gənc ola bilər. Lev məktəbi ala qiymətlərlə bitirdi. Bəli, qızıl medalla bitirdi. Dostlar Levə dayaq oldu və dostlar Levə dayaq oldu. Onu məktəbə apardılar. Məktəbdə oxuyarkən görmə qabiliyyətini itirdi. Xeyr, 13 yaşında qaz partlayışı nəticəsində o özünü görmə qabiliyyətini itirdi. Lev məzmkarlığı sayəsində çox şey öyrəndi. Bəli, bunu öyrəndi. Çox şey öyrəndi. Qayıqla səyahət etməyi öyrəndi. Və biz çox şeylər də öyrəndi. Oxuduğunuz və dinlədiyiniz mətnlərin növünə, məzmun və ideyasına görə müqayisə edin. İkisində də Ramin, deməli, baxaq, Ramin neynədir? Ramin yarışda qalib oldu. Amma Lev Pantreygen neynədir? Lev Pantreygen alim oldu və o gözlərini itirmişdi. Ramin isə ayaqlarını. Qruplarla iş. Oxuduğunuz və dinlədiyiniz mətnlərdəki hadisə iştirakçıları ilə müsahibə hazırlayın və təqdim edin. Aha, bunu hazırlayacaqsınız. Keçək səhifə 18-ə. 3 tapşırığında deyir ki, Rami bilik yarışmasından necə xəbər tutdu? Faydalı məsləhəti elan. Necə xəbər tutdu? Elana baxdı və xəbər tutdu. Elan əsasən hər hansı tədbir haqqında informasiya çatdırmaq məqsədi daşıyır. Elan yazarkən məzmunu aydın olmalıdır. Tədbirin keçiriləcəyi vaxt və yer dəqiq göstərməlidir. Sonda tədbirin təşkilatçısı göstərilməlidir. B. Məlumatlardan istifadə edərək təlimata uyğun elan hazırlayın. Asfalt üzərində rəsm müsabiqəsi, məktəbin heyəti, rəsm dərnəyinin rəhbəri Leyla İsayeva, ibtidai sinif şagirdləri 7 mart saat 11:00-da. Yəni, bunu hazırlayacaqsınız. Burada sizə bir nümunə də göstəriblər. Bunun kimi bir yazacaqsınız bura elan, sonra keçirəcək vaxtı, yeri, məqsədini, dəvət olunanı, təşkilatçını axırda. Qruplarla iş aşağıdakı mövzular üzrə elan hazırlayın və təqdim edin. Birinci qrup uşaq yazıcısı Zahid Xəlil ilə görüş.
İkinci qrup 8 noyabr Zəfər gününə həsr olunmuş sərgi. Üçüncü qrup Şən Uşaqlar öz fəaliyyətlərinin konserti. Dördüncü qrup Qarabağ Azərbaycan dil mövzusunda şeir müsabiqəsi. Aha, siz də bunu belə cəlb edici bir şəkildə, rəngli, nə bilim, şəkildə eləyə bilərsiniz. Məsələn, Qarabağ Azərbaycanda Qarabağı çəkə bilərsiniz. Orada Azərbaycan bayrağı çəkə bilərsiniz. Və ya 8 noyabr Zəfər günündə Azərbaycan bayrağı çəkə bilərsiniz. Yəni belə eləyə bilərsiniz. Belə dostlar, bu gün mən sizə ev tapşırıqlarını yerinə yetirməkdə kömək etməyə çalışdım. Ümid edirəm ki, video ürəyiniz oldu. Əgər bəyəndinizsə videonu bəyənməyi, paylaşmağı və kanalıma abunə olmağı unutmayın. Hələlik.